Səmimiyyət nədir? Bax, birinci sual budur. Keçək fəlsəfi söhbətə. Səmimiyyət deyəndə biz nəyə necə cavab? Səmimiyyət daşa divar olmur ki. Mən bu mikrofona səmimiyəm. Mikrofonun nə hissi var ki, mən ona səmimi olum? Səhərdən axşama kimi mən mikrofona səmimiyəm. Səmimiyyət insana qarşı olur da. Səmimiyyət, yəni insanların bir-birinə qarşı mehribanlığı. Mən deyirəm ki, son vaxtlar, son illər, son 20 il bütün dünyada, o cümlədən Azərbaycanda insanlar arasında səmimiyyət azalıb. Yəni insanların bir-birinə olan marağı azalıb. Virtuallaşma bunun səbəbidir. Bəli. Biri odur. Biri virtuallaşmadır. İkincisi rənglərdir. Əvvəllər bu qədər rəngli maşınlar yox idi. Bir cür maşınlar vardı. Aydındır. İndi cürbəcür maşınlar çıxır. İnsanlar maşınların modellərinin sayını itiriblər artıq. Necə ki virtual dünyada rənglər çoxdur, real dünyada da rənglər çoxdur da. Cürbəcür restoranlar, cürbəcür maşınlar, cürbəcür telefonlar, cürbəcür paltarlar. Bu əşyalar insanı insandan ayırır. Evet. Vəssalam. Və deyirik ki, səmimiyyət azalıb. Artıq insanın bu əşyalardan çıxıb başqa bir insanla söhbət etməyə halı yoxdur. Hövsələsi yoxdur, marağı yoxdur.